Mənim bir dənə köhnə 07'm var idi. Elə o 07'ni satdım, bu işə başladım. 2019'un martında birinci dükanımı açdım. Məhdud pullarla da o 07'yi mən desəm 2000'ə satmışdım. Əlimdə 2000'dən başlamışdım bu işə. Onu satdım. Elə tikiş maşınları alana qədər dükanın arendası, vergi işləri, o bu, nəsə bu məhsullara hazırlatdırmaq, eləmək. Bir də gördüm ki, pulum qutardı. Oturmuşam indi dükanın içərisində və gözləyirəm ki, mən artıq dükan açmışam, 3 dənə də qalstuk oradan elə bir ki asmışam, 10 dənə də qalstuk buradan almışam. Xam xəyallar. Bu dəqiqə elə bilirəm ki, indi bu dəqiqə dükana hamı girəcək, malımı alacam, mən də olacam milyoner. 30 gün ərzində ora 2 nəfər adam girdi. Bir nəfər girdi ki, qardaş, 100'lüyə xırdanızı yoxdur. İkinci adam da ki, girdilər, deyilər ki, qardaş, sən o gözəlliyin yolunda mənə bir nəsə qəhbidir, amma hətta mən qayıtdım bibiyə dedim ki, o bibi yəni axır günlərdə daxil olmuşdu mağazaya, o bizim ərazidə Fransada, imkanı olsa mənə də kömək eləyərsin. Mən Nadir Rzayev, King Style brendinin sahibiyəm. King Style deməli əl işi, qalstuklardır ilk növbədə və kişilər üçün hədiyyələrdir. Özüm 86-cı ildə baş şəhərindən anadan olmuşam. Məktəbi bitirəndən sonra mən Milli Aviasiya Akademiyasına daxil oldum 2004-cü ildə və aviasiya haqqında nəyi demək istəyirəm? Bizim formamız, biz orada formada, yəni bütün tələbələr məcbur idi forma geyinsin. İlk növbədə qalstukla mən orada tanış oldum. Bizdə uşaqlar deyirdi ki, qalstuk məni sıxır, narahat eləyir, belə elə. Mən həmişə onu belə geyindim və özümü bəyəndim ki, o qalstuk adamı çox müasir göstərir, çox belə yəni işgüzar göstərir, maraqlı göstərir. Mən o kişi qarderobunun həminki bir bu elementini sevdim bir sözlə. Yəni yenə deyirəm, uşaqlar biri belə yerdi, bir aşağı salır, bir yuxarı salırdı. Mənim qalstukum həmişə, yəni tələbə yoldaşlarım yəqin təsdiqləyər, həmişə mil kimi belə necə lazımdır qalıb. Nəysə, oranı qutardıq, bitirdik oranı. 2009'dan başladı iş həyatı. Müəyyən işlərdə başladım işləməyə. Elə harada işləyirdimsə, peşəm bitirdiyim yəni aviasiya sahəsində işləmək yəni alınmadı ilk günlərdə. Ona görə orada-burada sığorta şirkətləri olmuşdu, tikinti şirkətləri olmuşdu, ticarət yəni obyektləri, marketlər. Baxmayaraq ki, ali savadlı adam idim, amma ki, heç bir işdən qaçmırdım ki, çünki mənim də öz pulum olsun. Mən xoşlayırdım işləyim və yəni pulumu qazanım, valideynlərdən heç bir asılacağım olmasın.